Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 14 aprel 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. Bugün tarixi bir gündür. Dünya miqyasında, yəni ölkələrdə müşahidə olunan, yaxud da belə mübahisə, müzakirə obyekti olan bir olaylar olacaq. Hansısa olay, belə deyək, manşetlərə çıxan. Amma daha çox yaxşıya yönəlikdir. İndiyə qədər deyirəm. Apreldə deyəsən ikinci dəfədir, ikinci bir tarixdir ki, belə tarixi gün olur. Amma çox vaxt yazmırsınız ki, bəli, yəni ayın gün qutaranda heç olmasa yazın, az yazırlar ki, demişdiniz bugün tarixi gündür, bax filan şey oldu, nə bilim belə oldu, belə oldu. Düzdür, hər günümüz tarixdir, amma biraz o ictimai siyasi sferada müzakirə olunan hadisələrdən gedir söhbət. Hansı formada olacaq biz bilmirik. Artıq qabaq hansısa bir ölkəni tutaq ki, İranın bir generalı öldürüləndə artıq o tarixi hadisə olurdu, hər yerdə yazırdı. Amma indi o da adiləşdi. Çox dəhşətli bir şeydir bu həyat ki, hər şeyi insana adiləşdirirlər, ölümü adiləşdirirlər, harasa bir bomba düşməsini adiləşdirirlər, hansısa bir hərbi təyyarənin vurulmasını adiləşdirirlər. F-35 az qala gözə görünməz təyyarə idi. Məsələn, o vurulur, şok olur, hamı manşetlərə daşınır, hamı belə də dəhşətli bir hadisə kimidir. Amma bu ardıcıl olarsa bir ayda 7-8 artıq 10-cu vurulanda cəmaət adi baxır. Yəni bu həyatı belə gözümüzdən salırlar. Arzu edirəm ki, sevgi gözdən salınmasın, dostluq gözdən salınmasın, vətənə məhəbbətimiz gözdən salınmasın. Çünki mən həmişə o Davis kimi götürəm, Zərdüşt Peyğəmbərin əhali ilə söhbətində dediyi bir frazanı deyir, dünyada ən dəyərli şeylər hələ pulsuzdur. Bəli, sevgi pulsuzdur, dostluq pulsuzdur, nə bilim, vicdanla işləmək pulsuzdur, zalıma çevrilməmək, məsum qalmaq, təmiz qalmaq pulsuzdur. Onu pulla nə qədər kiməsə pul verəsən ki, al bunu, təmiz olmayacaq. O pula baxıb o nəfsini artırması belə artıq onun məsumluğunun üstündən xətt çəkir. Yəni arzu eləyək ki, dünyamızda da gözəl hadisələr olsun. O tarixə düşən, manşetlərə daşınan başlıqlar da insanları sevindirən olsun. Məsələn, dünyada internet pulsuzdur desinlər. Nə bilim, qazın, suyun bu qədər güzəşti olsun, nə bilim, vergilər azaldılsın, insanların rifah halı düzəldilsin, veteranların aldığı 80 manat heç olmazsa 250 manata qalxsın, bu şeylər olsun. Uşaq pulun olsa çox deyirlər, ona toxunmuram, ayrı-ayrı verilişlərimizdə çox danışmışıq. Belə bir tarixi gün arzulayıram, bir bəndə olaraq, bir yer kürəsinin sakini olaraq, bir Azərbaycan vətəndaşı olaraq, mən ancaq bunu arzulayıram. Siz də arzulayın, hər halda Allahın eşitdiyi məqama tuş gələr. Çox desək, ürəkdən desək mütləq olacaq. Və keçək bu belə bir günün astroloji mənzərəsinə görə ayrı-ayrı bürclər üçün vəziyyət necədir? Qoç bürcü. Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Axşam daxili rahatlığınızı qüvvətləndirən hadisələrə şahidlik edəcəksiniz. Bu cümləni bir-iki dəfə də dinləyin, dərinliyini tutacaqsınız. Buğa bürcü. Saat 14-ə qədər, yəni günorta saat 2-yə qədər ev şəraitində, yaxud qapalı şəraitdə olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yol verilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Yaxın gələcək üçün aldığınız təkliflərə razılıq verin. Günün ikinci yarısından gedir söhbət. Əkizlər bürcü. İxtiyarınızda olan bu təqvim sizin üçün həddindən ziyadə uğurlu keçəcək. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən isə qorxmayın. Xərçəng bürcü. Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan qida və işlərdən yayınmalısınız. Şir bürcü. O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı körləyə bilər. Özünüzü təmkinlə aparmağa çalışın. Qız bürcü.
Bu vaxta qədər qazandığınız ad sanınızı qorumağa çalışın. Yəni şərəfinizi, reytinqinizi, imicinizi qorumağa çalışın. Güman edin ki, həyati bir imtahanla üz-üzə qalmısınız. Nə kimisə aldatmayın, nə də imkan verməyin ki, bunu sizə qarşı yönətsinlər, yəni sizi aldatsınlar. Hazırki passivliyinizdən isə narahat olmayın. Tərəzi bürcü. Təxminən saat 15-ə qədər, yəni günorta saat 3-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonraki müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir. Bəri başdan, yəni biz eşitdiyiniz məqamdan buna hazırlıqlı olmalısınız. Əqrəb bürcü. İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə reaksiya verməyin ki, uğurlara daha tez çatasınız. Ox atan bürcü. Bütün enerjinizi fəaliyyət prinsiplərinə istiqamətləndirin. Çünki perspektivləriniz bu ərəfədən birbaşa asılı olacaq. İşgüzar sövdələşmələrdə mümkün qədər ötkəm olun. Bugün daşınmaz əmlak alqı-satqısı üçün də səmərəli vaxtdır. Oğlaq bürcü. Göy qübbəsi yalnız ev eşiklə, bağ-bağatla məşğul olmağınızı tövsiyə edir. Yəni həyət evində yaşayan, kənddə, bölgədə yaşayan bağ-bağatla, şəhərdə yaşayanlar ev eşiklə mənasında deyirəm. Digər işləri isə təxirə salmağınız daha yaxşı olar. Yaşca sizdən kiçik olanlara, xüsusən də övlad və nəvələriniz varsa, onlara mərhəmət və qayğınızı artırın. Onları qəfil, sürprizli sevinclə sevindirin, onlara hədiyyə eləyin, nəsə bir şey alın, gəzməyə aparın. Yəni gözləmədikləri bir sevinç bəxş eləyin onlara. Su tökən bürcü. Maraqlı görüşlər, yaxınlarınız tərəfindən sürprizlər yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhimli olmaq o qədər də səmərəli deyil. Ulduzlar ac qalmağınızdan şikayətçidir. Mədənizi boş qoymayın. Balıqlar bürcü. Əgər bizneslə məşğulsunuzsa, bugün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu işbirliyi yaradacağınızdan, həmçinin varlanacağınızdan, yəni kisənizin ağırlaşacağından xəbər verir. Amma bugün səfərə çıxmaq planınız varsa təxirə salın. Çünki olacağınız yerdə daha çox lazımsınız. Bəzən səfərə çıxmayın deyəndə o dəqiqədə yəqin qəza olacaq, yol qəzası belə deyil. Heç yol qəzasını hesablamaq olmur. Sadəcə getdiyin yerdə, biz baxırıq, getdiyin yerdə məzi münasib olmayan adamlar olur, qanınızı qaralda bilər, yaxud da iştahınıza gedirsə uğursuz ola bilər. Bəzən görürük ki, burada qaldığın yerdə daha uğurlu məqamlar var, səfər də var bugün. Baxırıq ki, içində seçim edirik, sizin əvəzinizə biz seçim edirik. Bu üçün qoy burada qalsın. Əgər inanırsa, güvənirsə bizim proqnozlara qoy səfəri təxirə salıb burada qalsın, daha yaxşı olur. Təbii ki, kimdəsə tərsinə də ola bilər. İnsan özündən, öz belə deyim, enerjisindən də asılıdır. Belə dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.